Salam da əziz və hörmətli izləyicilərimiz. Bildiyiniz kimi mən bu qələmimi, yəni 3D qələmi sizə videoda ətraflı izah eləmişdim. Amma bir neçə ay işlətdim. Sonra qələmimdə problem çıxdı. Problem odur ki, qələmimə filamentin, yəni mürəkkəbin içini salıram. İşləmək üçün bu lazımdır. Plasmas əridir, istədiyiniz şeyi düzəldir. İndi bu istədiyiniz şəkildə bu çəkirsiniz. Sizə göstərmişdim. İndi bunu mən salıram, amma girmir. Salıram ben filamenti. İndi bir gün işlədirdim. Filamenti salırdım, işlədirdim. Bu yeni filament, yəni bu mavi rayda filamenti salmaq istədim, amma girmədi. Deyə bilərsiniz ki, boru tıxanıqlı. Deyə bilərsiniz ki, bunun filament böyük ola bilər, amma yox, pelaydı. Həm eyni qutudan, salafandan götürdüm. Yəni bu böyük olsaydı, o birsular da girməzdi. Yəni məncə boru tıxanıqlığındandır. Boru tıxanıqlığı nədir? Bunun içində bir dənə boru var. Buradan gedir buraya. Filamenti buradan götürür. Buradan götürür, gedir buraya, boruyla. Buradan da əriyib çıxır filament. İndi bu xarab olduğu üçün, borusu məncə xarab deyildi heç nə. Məncə borusu şeydir, tutulub. Ona görə də indi sizlə bərabər asıb baxarıq. 3D qələmi sökmək üçün lazım olan şeylər. 3D qələmin istifadə kitabçası. Burada nə olanda nə problemini söküb nə etmək lazımdır onu göstərir. Yəni bunsuz da sökə bilərsiniz. Amma ya məsələn mən bunsuz sökdüm. 3D qələmi qayçın, skoç. Mən skoçu ona görə götürdüm. Buradan şurup açdım. Elə çıxardır. Mən ona görə götürdüm. Burada motorun mənfi şnurunu sındırdım. Ona çaşıb motordan kəsdim, çıxdı. Mən də onu mənfiyə gedən şunuru motordan çalışdım, əlimdəydi, çıxdı. Onu yapışdıracağım, bunu çıxardı bunun içində. Sonra da düzəldəcəm yəni. Bəlkə axırda elədim, bilmirəm. Kəlbətinin atverka, ümumi kəlbətinin olmalı deyil. Məndə kəlbətinli var. Çünki bir neçə dənə şey var. Bu kəlbətinli atverka, bir neçə çox şey olan atverka sizə daha çox şey yarayar. Amma kəlbətinli atverka olmasa, boş atverka, yəni balaca atverka böyük deyil. Bir də bıçaq götürün. Motorun bu şeyini sökəndə lazım olur, mənə lazım oldu. Şunuru qırılıb çünki. Və başqa isə indi sırada motoru sökməliyik. Burada şurup var, bir tane burada da var. Əslində söktüm, itib bu. Olmasa da olur, əslində bu da olmasa olur. Amma sağlam qalması üçün bu lazımdır. İndi bunu çıxardıq. Gəlin çıxardıq. Baxın, çıxdı. Məndə mənfi qırılıb deyə. Bir də müsbət qalıb. Sonra bunu çıxardıq. Bir də bunu çıxardanda sürət şeyi çıxacaq. Sürət ayarlama şeyi. Buradan. Sonra yəni taxa bilərsiniz. Asan taxmağı. İndi gəlin bunu çıxardaq. Hörmətli izləyicilərimiz, mən batareykanı çıxartdım. O şeyi də düzəltdim. Skoçla olmur. Gələ boş açıq qalsın. Elə eləyim. Taxım. Onu çəkmədim. Bu video uzanar deyə. İndi gəlin. Burada bu var. Plataya bağlanan. Bu buraya yapışdığı üçün gələ buradan çıxardamarıq. Ona görə gələ bunun şuruplarını açaq, çıxardaq. O 2 dənə şurupu açını qoy. Hörmətli izləyicilərimiz, çıxartdım bunu. İndi sırada var platanın şuruplarını çıxartmaq. Qoy çıxardım. Gördüm yox lazım deyil. Elə borunu dartdım çıxdı. Amma bu filament burada ilişib. Yəqin problem bundandır, ilişib. Bu enerji blokuna ilişib. Yəni qızdırma şeyini. Baxın görün necə düzəltmək olar. Hörmətli izləyicilərimiz, bağlayamadım. Mən də bu yəni çıxardamadım. Deyəsənlik oraya yapışıb. Mən də bu parçayı çıxartmağa qərar verdim. İndi turbanı yenidən saldım. Elə salmaq çox asandır. İndi elədiyimiz, açdığımız şeylər gəlin yığaq.